Salam əziz izləyicilərimiz, bugün yeni bir mənzillə sizlərin qarşısındayım. Mənzilimiz kanuni 3 otaq 125 kvadrat metrdən ibarətdir. Mənzilimiz skvaznoy mənzildir, orta mənzildir. Bura bizim mənzilimizin yataq otağıdır. Mənzilimiz gördüyünüz əşyaların hamısı mənzilin qiymətinə daxildir. Bura bizim əsas giriş qapı hissəmizdir. Qazdır, qubçalı, tam belə əşyalarla bir yerdə. Sonda qiymətini açıqlayacağım dəyərli izləyicilərimiz. Çox geniş ölçən malik bizim yataq otağımızdır. Buyurub baxa bilərsiniz. İkinci yataq otağıdır bura. Bura birinci çəkdiyim birinci yataq otağı, bura ikinci yataq otağı. Bura bizdə qonaq otağı. Burada da gördüyünüz kimi belə bütün əşyalar hamısı mənzilin qiymətinə daxildir. Mənzilimizdə istilik sistemimiz kombidir. Bura bizim əsas giriş qapı hissəmizdir. Əsas giriş qapı hissəsindən daxil olduq. Belə bir dəhliz xol hissəsi bizi qarşıladı. Burada məndən üzbəyüzdə sanitar qovşağı sanuzelidir. Buyurub baxa bilərsiniz. Burada da çox geniş ölçüyə malik bizim sanitar qovşağı sanuzelimizdir. Dəyərli izləyicilərimiz, bura isə bizim mənzilin mətbəx hissəsidir. Buyurub baxa bilərsiniz. Mətbəx mebeldə tam şəkildə yerləşdirilmişdir. Yəni alıb kirayə də verə bilərsiniz. Öz şəxs mənzilin istifadə edə bilərsiniz. Əlavə nə sual yaranarsa, səhifədə qeyd olmuş nömrələrlə əlaqə saxlaya bilərsiniz. Mənzilimizin start qiyməti 212.500 manat təşkil edir. Real müştərilərimiz olarsa, endirim mümkündür. Mənzilimizin yerləşmə yeri Yeni Yasamalda Bravo Market, bizim marketin düz yanı. 18 mərtəbəli binanın 17-ci mərtəbəsindədir. Qaz işıq təminatı daimidir, sənəd çıxarış qubçadır. Dediyim kimi, dəyərli izləyicilərimiz, İnşaatçılar metrosuna ayaqla 5-7 dəqiqə məsafədə yerləşir. Yəni, ayaq məsafəsi. Buradan isə marşrutla 2 astanovka şəhərə istənilən istiqamətinə hərəkət edirlər. Əlavə demək olaraq, məktəb, uşaq bağçası, alış-veriş mərkəzləri binanın bir addımlığında yerləşir. Dediyim kimi, zəng eləyib maraqlana bilərsiniz, açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirmək mümkündür. İndi isə sağ olun, yeni bir mənzildə görüşənə qədər.